Marın alqışları altında Nihat Quliyev Elçin Mehdiyevdən bu mükafatı aldı. Onu bir daha təbrik edirik. Difai komandasının oyuncusu Emil Quluzadə 114-cü dəqiqədə fərqlənib komanda növbəti mərhələyə daşımışdı. Bəli. İşarə gəldi, qarşılaşma start götürdü. Bir daha iki komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Fikrimi tamamlayacağım. Şəfa nəmləsini izləyək. Urfan ötürmə Pərvizə doğru. Zərbə! Pərviz. Azadov sürətlə irələdi Pərviz! Azadov! Özü irələdi, özü zərbə indirdi. Topu torlara yollamağı bacardı. Golun adı, golun müəllifi Pərviz Azadovdur. Nömrəli oyuncusu Pərviz Azadov keçirmişdi. Hesab 1-0 Şəfa komandası. Rüfət Tahirov. Şəfa komandası başla zərbə. Kanta bir ötürmə, komanda yoldaşını boşa çıxardı. Qapı qarşısına zərbə və gol! Masa bərabərlik gəldi. Kantanın məhsullar ötürməsində Bayraməli Qurbanov. Golun adı, golun müəllifi 1-1. Kartlar yenidən paylanacaq meydanda. Hərəkətli oyuncu da Akşin Paşayev. Ötürmə burada Əmir İbrahimzadə. Əmir zərbə. Nihat geriyə doğru ötürmə. Zərbə! İsmail alda cəmlələr. İsmail Sülfüqarlı Pərviz. Qapı qarşısına uzaqlaşdırma bacardılar. Elnur. Qapanı sarı sonda Emin Zamanov. Qapı qarşısına başla zərbə alınmadı. Elə bu əmlə ilə də, bu cəhətlə də referi görüşü bitirdi. Komandalar